Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, haqla batılın arasında 4 barmaq məsafə vardır. Gözlə gördüyümüz hər bir şey haqq, qulaqla eşitdiklərimiz isə haqq olmaya bilər və batildir əksəriyyəti. Onların düzgünlüyü, doğruluğu sübut etməyincə həqiqətinə varmaq olmaz və qulaqla eşitdiklərimizə inanmayın. Bu gözəl hədisin və sözlərin müəllifi bu günlərin mövzudunu qeyd etdiyimiz 48 illik ömründə 25 dəfə həcc evinə piyada getmiş və bütün həyatı boyu əmlakını 2 dəfə olaraq kasıblar arasında bölmüş Peyğəmbərimizin nəvəsi Həzrəti Əli əleyhissalamın övladı İmam Həsən-i Muctəba əleyhissalamdır. Bu münasibətlə sizləri təbrik edirəm. İmam Həsən əleyhissalam öz zamanəsinin ən nabiğə insanlarından, üstün insanlarından biri olmuş. İstər elmdə, təqvada, zöhddə, səxavətdə, kəramətdə hamıdan seçilmiş və ləyaqətli bir şəxsiyyət və imamımız olmuşdur. Hələ uşaq yaşlarından elmə, təfəkkürə, təqvaya, şəri hökmlərə, fiqhə çox yüksək diqqət yetirmişdi. Belə ki, məscidə gələrək babası Peyğəmbərdən eşitdiyi Quran ayələrini evdə anası Fatimə-i Zəhra üçün əzbər olaraq tilavət edərdi. Bir gün Həzrət İmam Həsən hələ balaca ikən bir nəfər qoca kişinin düzgün dəstəmaz almadığını gördükdə qardaşı İmam Hüseyin ağaya buyurur ki, qardaş Hüseyin, gəl ikimiz də bir yerdə dəstəmaz alaq və bu qoca kişiyə göstərək ki, düzgün dəstəmazı nə cür almaq lazımdır. Hər iki qardaş yekdil olaraq qoca kişinin yanına gəlir və ondan xahiş edirlər ki, baba, sən bizim dəstəmaz almamıza fikir ver, görgünən ki, hansı birimiz biz düzgün dəstəmaz alırıq. Qoca kişi hər iki uşağın düzgün dəstəmaz aldığını gördükdə və özünün düzgün almadığını başa düşdükdə dilə gəlir və deyir ki, balalarım, siz ikiniz də dəstəmazı düzgün alırdınız. Sadəcə düzgün almayan isə mən idim ki, bunu da sizdən öyrəndim. İmam Həsən əleyhissalam namaz qılarkən həmişə dəstəmaz aldığı zaman bədəni titrəyər, rəngi sarılardı. Həmişə Allahın qapısına gəldikdə ibadətə başlamamışdan əvvəl deyərdi, ilahi, qonağın qapıya gəlibdir, onun bütün pisliklərindən ki xəbərin vardır, bağışla və onu əfv elə. Həzrəti İmam Həsən əleyhissalam zəmanəsinin ən mülayim və ən gözəl əxlaqlı insanlarından biri idi. Belə ki, onun Şamlı kişi ilə olan görüşü çox məşhurdur və o Şamlı kişinin əvvəldə düşmən olub, sonra imamın mülayim rəftarı ilə, gözəl davranışı ilə dinə gəlməsi və haqq tərəfə keçməsi bütün kitablarımızda qeyd olunubdur. Təbərrük olaraq bir sonuncu hədisdə qeyd edeyim. Dostluqla sənə yaxın olan insan sənin qohumundur. Əzizlərim, dostlarınızın qədrini bilin.